Abşeron rayonunda ata və qızı arasında yaranan məişət mübahisəsi cinayətlə nəticələnib. Məlumata görə hadisə ötən ilin avqustun 2-də baş verib. Belə ki, 1978-ci il təvəllüdlü Camal Hüseynov həmin gün evdə işləyən paltaryan maşını söndürüb. Bunu görən qızı Nəcibə atasından paltaryan maşını niyə söndürdüyünü soruşub və nəticədə aralarında mübahisə yaranıb. Məhkəmə materiallarına görə əsəbləşən Camal qızının boğazını tutaraq sıxıb və əl, yumruq, kəllə zərbələri ilə müxtəlif nahiyələrinə zərbə vurub. Hadisə nəticəsində ciddi xəsarət alınsa da ailə içində barışıq əldə edilib. Camal Cinayət Məcəlləsinin 128-ci maddəsi qəsdən sağlamlığa zərər vurma ilə ittiham olunub və iş üzrə ifadəsində özünü təqsirli bilib. O bildirib ki, paltaryan maşının səsi onu narahat edib və qızının kobud iradına əsəbləşərək fiziki zərbə yetirib. Lakin sonradan aralarında barışıq yaranıb və Nəcibə atasına qarşı şikayətini geri götürüb. Abşeron rayon məhkəməsinin hökmü ilə Camal Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunub və barəsində olan işin icraatına xitam verilib. Qeyd edək ki, adlar şərtidir.